Şeyh Mahmud Şəbistəri. Gələnmək 4 sezad istəmişik biz bu dəfə. Şəbistə demək bərəsin göyə. Qismət olmur, istəmik. Gəl istəyə ki, gedə. Öyle talipti. Zencecen ittifak düştü biz gene gidemedik. Daha kamil bekadı onları ana gedə bilək. Hələ züy demədi. Rast gəlmədi. Şimdi gidemedik. Heybeyname şiir okuduk. Seyde geldik. Bunu şiirin intikab elədik okur. Yaxından çiyip qəfrin güyənmədik. Bu şiirlərin yaxından oxuyuq. Güyək bu ne deyib? Lap məruf əsərinə mənədir. Gülşen Eraz. Gülşen Eraz. Gülşenin içinde razılayı vardı. Zarı bu kişi 33 sininde ölüb. Bizdən bir olar böyükdür adam. Doğudan o kadar büyüktü. 5 yaş. O elem ben sininde şey yazıydı da. Ve de bu Gülşen Eraz'ın yazmağı da talipti. Herat tərəfindən bir dənə arif filsuf məslək. Neçə dənə sual şeir məzmununda yazı apa bundan soruşur. Bu da şeir məzmununda Gülşen Eraz'ı başlığı yazı şeirin onun cevaplarını. Elə ki suallar soruşur bu da otur yavaş yavaş şeirin yaz. Ondan söyleyə bilərsin. Şeirinin sualı soruşur, bu da şeirinin. Şeirin cevabı. Yani bu Gülşen Eraz'ı ona cevap yazıbdır. Hə də o suallara cavab yazır. Allah istəsə o suallar idək və suallar ilə mənə onun da bir vaxt edəcəyim itələ. Kimmiş o suallar soruşub ki? Bu Bu cevaplar verib ona. Heç. O da bətək suallar soruşub. Ona da epizod edəcəyim. İnşallah ömür olay bərrəsi. Biraz öz şiirlərini oxuyub ki, müxatəb söhbəyəcəyik, müxatəbləşəyə danışaq. Allah. Gəli başlığı onun əvvəlində deyir ki, به نام آنکه جان را فکرت آموخت. چراغ دل به نور جان برافروخت. Bir nəfərin, bir zadın adını istəyib başlayır. Allah deyə, enerji deyə, Big Bang deyə, hər nə mənə deyə. Onun adı və elə onun başlı vicecilərindəndir. Bana belə bir istəyir ama tanıtlayar ki, nə cür bir xislətlər var onun. Deyir o zat, Allah, canlıya fikrət verdi. Fikir eləmək qüdrəti. Hətta elə bir o öz cinsindən bir şey, bir cüveydi biləsinə. Yaxşı ki, mütəfavit elədi da, nisbət o bir mövzuda da. Yaxşı ki, elə bilir fikr eləyir. O fikirlərini elə yaradıb ki, dahi deməli. O fikr eləmə, bu didət elə özü o amuqtu da mühümdür ha. Yaxşı, bir vaxt zona bir nəfər bir şey yoxdur desən. Yaxşı. Desən ki, mən elə buna fikirləşinin. Hay bir şey bir cəbri qoya da o ixtiyar. Bəli o amuqda nə bilən prosədir. Məsələn, bir dənə ibtidai yazılmışsa deyirlər belə ki, ibtidai oxusun ya 5 il amuzəş görəcək. Bir dənə prosədir ki, tey eləyir. O amuqtu da deyəm, ya mühümdür ki, bu da şeirdə fikrət amuqdur. Yəni onu da misalın eləmişəm deyirlər bir dənə boş zəmidir. Hasil xizbi
boş səmində toy parti istəyir bir şey əkir. Bizim də elə vücudumuzda onu əkib. Fikir eləmək, Fikir elə. düşünmək. Sonra gəlik, o bir misrəsində deyir ki, çıraq dil به نور can برافروخت. Burada bizə dil və çıraq dil. Dil nə məni işarə edir, çıraq dil nə məni işarə edir. Dili ki danışdıq, elə həmən o fikr, o əndişədən elə böyle del olur. Şey olur da, can olur. Yaxşı. Ya bir daha deyil, çırağı. Çıraq dil Çırağı değil, به نور can. Canın nuru ilə canın nuruyla. ürəyin, çırağın yandırıb. Və beysi o can. O fikrə, yenə də fikir oluydu ki, o fikirlərdən biləsində veribdi, fikir eləyir, əndiş eləyir. Təhəmmül eləyir bəzi məsələlərdə. Ben bilmiyorum. He, tamam mı? Canın nurun üçün misal vurubdur. Nur elə məsələn bir dənə günəş kimindir. Əsl odur. İndi nə mənə ki biz işığı görürük, günəşdən gəlir də. Çıraq edil, amma elə məsələn oluyor ay kimin. Ki görüşməz ki, məgər bu iki o günəşin ışığı gedə, çata, düşə ayın üstünə və ay onun ışığını sənə qeydir. İndi bu da dil. Özü bir dənə vasitədir da elə bir. Ki deyir, onunki çıraqdır. Canınki vəli o mənbə nurdur da ki, aydan gəlir. Hala məsələn bərqdə də oluyor elektrisite. Elə məsələn Nurecan oluyor elektrisite və bu oluyor bir dənə bərqi çıraq edil. Çıraq edil. Mesela o çırağı delər ki, işarəli çırağın vicdanına o ışıq verəydi. Yəni o da fikirlərdən bir nəfəydə təbərvür tapsa, sətdə isə ışıq verir. Yəni üyə ışıqlanır. Və vaxt bir üyəci ışıqlanmır, yəni elə bir ölübdür də, elə bir o çiyaq da yanmır. Yəni o belə mühümdür ki, bu mövzu ki, bizdə bağımızdır. İndi o Nurecan nə mənədir? Ümid o biraz çox açıqlayır. Bu istilahi ki başlayıb deyir də, və namı anki canra fikrə tamıq, o Allahdan istəyirlər misallar da. Canın elə bir ona da rəbti var, bizə də rəbti var, düzdür. Vasitə o və bizdir. Sən elə bir dənə kullu bir şey vardı. Yine o qanunsuz ad misal vurulur ya. Bir dənə sən bir dənə gətirəsən də. Həmən vicdəci ki səndə o gətirədə var, elə o qanusda da var. Yaxşı və ayə düşmüsən. Və bu axidə nəhayət nə cəhalətdə düşəcək, bu xarab olacaq, həynəmən gedəcək göbədir, uyacaq ta gələ çata o qanus. Eyni elə bir dənə öcü mirasdır. Eyni elə bir dənə öcü bizə veribdir. Yaxşı, əmələ bir əmanətdir. Verib deyib, sən bunu öyrəşətsin. Öcü bir şeydir, bu ayrı içimizdir. Ki, misalında məsələn vuysaq, bir dənə nəfəzə maaşını biz nəzəydə alsaq. Maaşın heç də nəticası var idi. Yığışılıb bir yerə olub, adam qoplar maaşını. Hala maaşın hərəkət eləməyənə hər şeylər lazımdır. Məsələn, baxırıq, benzin vurulmasın. Həmən o benzin bu kalbodu mu bədəni elə yeymişməzdir. Misallı sizlər təşbih az eləsin. Yaxşı, o bilən imkanat apşir nəzətdə qoyublar üstünə, xülasə. Bir nəfər gəlir o tuğun üstündə suya o maaşını. Elə bir nəfər o tuğ kompüterin dağılısın. O ranəndə o şofer.
Yaxşı, elə bizim bu kalbonumuz bir dənə öz pişrəftə maşindir. Yaxşı, bu nəfər ki danışıyım mənim dilimlə. O fikirlər ki zehnimdə var, o təxəyyüllər ki eləyir. Ki o bir mövzuda da güya münhəsir bir fərdidir. O fikirlərdən mənbəsi o olur. Açırlar o tərəf o gəlir, o onun üstündə o mərkəbi, bu bədəni, bu kalbodu suyur. Yaxşı, oya işarə. Hala o miras ki bizə çatıbdır, bizə gəlib, biz onu güya ki bundan nə bəhrə bərdarilik. Biləxərə bəxt deyir ki, bizim bir vücudumuz xudavəndidir. Sonsuzluğun amiradır. Yaxşı, ayadan getmir, ölsətləri. Bu kalbotdur ki, qorx bir də toypağa çıxır gedik də. Hər maşın köhnəldi dəyişdi. Dəyişik də çox rahat. Bunu süyməm də. Qoğuya, bu bədəni qoğuya çıxır gediyor bir mərhələ ta yetişə öz uqyanusuna, ta gedə vəhdətə çata, o qətrə vəhdətə çata. Odur ki bizdə var idi, indi o bizdə var idi. Əgər buna qəbulçuluğumuz olsa ki, o ruh, o nəfs, o bizdə var idi. Yaxşı ki, tanıyaq ki, biz bundan nəci bəhrə bərdar edirik. Biləxərə bunda əsrar xudavændi var idi. Ki, elə bilə biz bir irtiqavi. Biz məsələn gedik, bədənimizə təsəllüt tapığa tərəf. Qəşəng pinç-ponç oyunu. Təsəllüt tapıb da bu kalvoduna. O yuxarı zihni ki dərəcə toplayıcı qeytə. Ay o birində təsəllütüm var bu nəfərə ki oturup maşının arasında. O özü nə qarə. Ümid. O vicəcilənə mənə ki bizdə fəal olub ya yox. Nəzər və camiədə neçə dərsət məsələn misal uymaq olar ki bu nur can çıraq dildən əfruxtə eləyib. Mən fikirləyəm az olmaz çox olur. Bəli şöylələr aşağı olur. Sən bəziləri görsən fikirlər şey, bəli görsən səthi fikirlər. Sən bir tiyaqda onu var. Ailə deyirsən, tiyaqda utdu. Bizdə tiyaqda tərəfdən, daha üç bir utdu hura. Fikir eləyir ona. Yaxşı. Bəli bu cür məsələ fikirləşmək çox yaxşı dərəcədir. Çünki sən həm özünü aparsan yuxarı, özün getdin yuxarı xanıvadan gedin yuxarı, xanıvadan getdin yuxarı camən gedin yuxarı. Camən böyüdü sən o tiyaqduğun həvadırlarına və deyilə dünyada. Deyilə ki, o həvadırlar var, bir xas bir nəfər. Deyəsən yalnız xas bir nəfər. Yox, deməyəm bir xas bir nəfər. Bəli bir nəfərə Məsi düz Məsidir. Adam yuxarı şeylə fikirləşsin. Niyə gəlir özü? Enerji zehnisin özü şeylə də pərit eləyir. Evet işte. Biz də həmişə elə bu fikirdə bu əfqayda da ki, nəhayət həftədə 10 dəqiqə bir yub oluyor, hamısını yığırıq, bir də 20 dəqiqə danışır. Çox olmur ki, özümüzə görə bir filsuflat deyil ki. Gündə özələn 5 dəqiqə 10 dəqiqə mətləb o ki, əti bir də yığırıq bir-birinə pisdən, yaxşıdan, qəşəkdən deyil. Bir-birimizə paylaşıq. Paylaşmağa da yoxsa məndə o qüdrət yoxdur eləm bunu varən. Duyan bir də tozih verin. Herifəm bir yenə gəb və qofta qoydu ustanədir ki, vəl umumi eləyik də. Biz saxlayırıq özümüzə. Dəqiqə özümüzə qalsın. Sövən də baxsın. Sövməyən də baxmasın. Bəhsdən uzaqlaşmır. Sonrasında gəliydi ki زفزلش hər دو عالم گشت روشن ز فیضش خاک آدم گشت گلشن fəzlindən hər iki aləm ışığa çıxdı. روشن شدن oydilə pədid amədən mənasında yaranmaq ilə. Fəzli rəhməni ilə fəzl nə mən olur? Fəzl, rəhmət, rəhmanət elə. Fəzl nə mənadır ki, o iki aləmi vücuda gətirib də elədik. Hətta fəzlə və məni ilə ki, fəzlin məsələn məni vacə babətindən ha.
Olur rəhmət. Rəhmət və hikmət ilahi deyilir. Rəhmən, Rəhman da olur, Rəhmaniyyət məsələn. Rəhman. O Bilmirəm. sifət. Ola bilməyəm. Bəli, kulli halətdə o istilahına Fəzl, deyərlər. bəxşişdir. İstilahına deyərlər dəb olub da, hətmən bir hikməti var. Hə. O hikmət ki, həmin söhbət olur, bu hikmət da ki, fəzlindən, o fəzlinə rəfd. Fəzl, bəxşiş İsa'dan Ha. gəlib. Elə bu eşqindən verib. Düzdür? Bunlar hamısı fəzlullah. İsa bunlar hamısı elə bir eşqin təbiatıdır. Yəni elə bir öz eşqindən verib. Fəzli elə bir o eşqi o. Utufət mehribanlığı ki verib biləsin. Ona görə də siyah kimin işıqlarıydı. Elə bəg gəli çatıydı. Lampa bir dənə işıq. Oyda ki, o hər do aləmdir, o iki aləm nə mənadır? Yəni müxtəlif filmi ola bilər. Məsələn, mən şəm deyim, hər do aləm həm bir özü çəyi. Dünyayı dorunum, yəni dünyayı burunum. Çəyişi və çə. İkisində məna eləmək olar. Ola bilməm, saat tərəfdə elədi ya. Məsələn, dünyayı həsti, o neyizdi məsələn. Ola məsələn, gəlim özü məna eləyim. Söyləyəm, mən özü məna eləyim. Dərunu və birunu. Çünki mən o eşqi gəli məni insanda təzəlli tapır. Həm içəm işıqlanı, həm eşiyim işıqlanı. Həsti, o nisti ki olanmaz, çünki nisti daha yoxdur. Bu bizadı vücuda gətibdir. Yoxdur, vücuda gətirməzlər ki. Hədə hala. Bəli, o sən deyən olacaq. Şahid sənə. İçəri dünyası və Öz əqidəmizdə eşik dünyası. Tədəbi babətdən düşür. İki aləm onun fəzli ilə rövşən. Zefeyzəş xaki Adəm gəşt, qolşən. Bir də daha gəli feyzindəndir. Feyzi nə mən oldu? Mən elə bu eşq o. Bir həyzat, feyz. O, məsələn, həmin qüdrət əndişidən ola, topraq ola, su ola, nemətdə küllən. Bizatda ki, qabil istifadədir bizlə. Həynə mənə ki, gözün. Olay da gəli olu elə bir feyzə. Olanın da gəldi, Zefeyzəş xaki Adəm gəşt qolşən. Hansı insan ki, olaydan çox peyrəv eləyə bildi? Bu getdikcə gülşən olur. Elə bir gülüstanlığa təbdir olur. Hətta elə məsələn deyib, bağın abad olur. O eşq işgəli əkilimin toypağında. Toypaq da mühümdür. Haçın nəqət hasil xiz olur. Özdə işarəli Adəm. Adəm yəni elə bir insanların cəmi. Vaxt insanların cəminə bir şey əkili, elə bir tək-bətək insanlara da əkili. Elə bir böyük məzrədə, məsələn, meyvəsən. Məzrəyə hesablasan bu dünyanın, çöl bax. Eşqi ilə gəlib, məsələn, bir tuxumunu əkibdir. Sən olsun. O eşq, o zəmindəki mühüm olur. Nəqət hasil xiz olur. O eşq onda qəşətər təbəllür eləyir. Hasil xizliyinə məniyə rəfti vaydı, o feyzidən istifadə eləməyə. Sən feyz car olacaq da, biləxərə, sən zəmin bədtərin toypaqda olar, biləxərə fuyda olacaq fəzli bəxşdir. Yaxçı. Yəni, məsələn, toypağın gəli hasil xiz olur. Sən nə işlə görmüzəm hasil xiz olur? Bəzi təfəkküratlarımızda fikirləşik ki, öz üstümüzdə fikirləşək, işləyək, köməkliyək ki, bəzi şeylər öyrəşək də, səhətdə məsələdən rədd olaq da. Uzaqlaşaq ki. Hə. Biraz dərindən fikirləşək. Özündə işləməklə, yaxçı, köməkli elə. Ta sənin o zəmin hasil xiz olur. Nə qədər hasil xiz olsa, eşq qəşət cilvə verəydi. Vəzirə bir toypaq o idi ki, hasil xizliyi yoxdur. Sən vəzir görsən bir dənə tikan bitibdir. Biləxərə o da
xilqət iladı istəməli filan. Gəlsəm yəni məqamı keyfiyyət qoysa, müqayisə edirsən məsələn. Deyəsən bu hasil xiziydi məsələn gəlib bir dənə geçə bir möcüzə bir ittifaq düşün. Məsələn onu bir dənə dirək düşün meyvə zat bir. Adam baxıydı, qədə barikəllə aləsə. Mesela o Mevlana geleme hasıl kız yayına düşen. Hə də o da hasil xiziyyə düşüyorsan da nə tuş işdə olurlar. Hansı cəmlə böyüb gəlib. Kitablar. Hə. Və ki, nə qədər hasil xiz olanda heç ki təbəl var o. Qəşəh olur. Və qəşəh olur ki, adam deyir gülşən olur ya. Yəni qəşəh güllüyor. Elə bir Hollанд. Az həmə rəqəm gül var. Evet işte. Roz, nə Florida, nə Lavanatdan başlayın. Ha, bu da bundan. Kim beytin okudu. Kalanım da qoca. Türküsündə deyəsən bir döyür oxucu nə? Türküsünü də bir dövr oxuyaq. Kim idi şairi? Yusuf. Yusuf. Düz baxım. Baxım deyim. Öz mən oxuyum sənə. Hə, keyifli. Bərnamənin axırına bizi quytar. Onun adı ilə ki öyrətdi fikrət, canın nuru ilə qəlbə qıldı rəhmət. İki aləm onun fəzli ilə rövşən, onun feyzi ilə insan canı gülşən. Dəqiqən elə bir tərcümə təhت ləfzidir müntəha der vəzn və qafiyə. Üstad Yusuf Həsəni Əzəm. Əzəm. Podkastı da vay deyə qulaq assa. Gülşənə razı. Bu da bundan. Habib. Abi çay boşadı sen. Dildodamız qudu, Habib. Gedir. Gəl.